ölkə də o siyasətlə başlamışdı. Sonradan görürük ki, Makron da siyasətin dəyişikliyi aparmağa çalışır. Cənab prezidentlə yaxınlaşır, cənab prezidentlə çox isti görüşür, cənab prezidentlə görüşməyə cəhd eləyir və artıq reallığı anlayırlar. Bilirlər ki, Azərbaycanla diktə dili ilə, Azərbaycan hansısa bir göstəriş verməklə danışmaq olmaz. Azərbaycan nə özü bunu etmir, nə özünə bunu etmək olmaz. Bizim üçün bərabər hüquqlu münasibət mövcuddur. Bu olacaqsa olacaq, olmayacaqsa Azərbaycandan 5 dəfə artıqını alacaqsın. Yəni, bunu da bütün dünya bilir, görür və cənab prezidentin nüfuzunun artmasında bu da bir amillərdən biridir. Ki, bu lider ölkəsinin maraqlarından çıxış eləyir, ölkəsinin dövlətçilik maraqlarından çıxış eləyir və onun üçün ali məsələ budur. Və bununla bərabər balanslı siyasət həyata keçirir. Amma hər birinin üzərində ölkəsinin milli maraqları durur. Yəni, bu mənada Rusiyada miqrantlarla bağlı məsələnin ağırlaşması həm də bir növ Rusiya cəmiyyətindəki növbəti olaraq gərginliyi biraz belə deyək ki, boşaltmaqla olan siyasətdir. Burada bir çox adamın görmədiyi tərəf var. Oranı demək istəyirəm. Rusiya ümumiyyətlə cəmiyyətində nə qədər orada miqrantların sayı çox olsa da miqrantlara baxış adekvat deyil. Yəni özünkü saymır. Hətta bu yaxına bir böyük bir tədbirdə Rusiyalı deputat çox narahat edici fikri söylədi. Yəni nə qədər Rusiyada çoxlu azsaylı xalqlar var, digər millətlər mövcuddur, amma onlar hamısı Rus saymalıdır. Belə bir absurd fikir. Rusiya var burada, hər şey Rusiya ilə bağlıdır. Yəni bu rusofob, belə bir digər xalqlara belə baxış təbii ki olmaz. Çünki Rusiya çox millətli dövlətdir. Rusiya federasiyadır və Rusiyanın təəssüratı olan respublikalar bir çox tamamilə başqa millətlərdən, başqa xalqlardandır. Amma onlar Rusiyanın tərkib hissəsində yaşayırlar və Rusiya Federasiyasının həm də insanı vətəndaşlarıdır. Amma nə qədər olsa miqrantlara bir baxış başqadır. Biraz özün kimi baxmır. Və zaman da müharibədə hər hansı bir usta olanda, hansısa problemlər başlayanda, itkilərin sayı çox olanda dövlət həm də parlament belə qanunlarla bir növ insanların biraz əsəbin üstünə su səpməyə çalışır. Burada da təsir öz miqrantların üzərindən keçir. Çünki nəyə görə təkrar edirəm ki, miqrantlar, Rusiya cəmiyyəti onların hesabına işləsə də, çünki orada daha çox işləyən miqrantlardır. Səhər saat 5-də duran miqrantlardır, ruslar yatanda. İşləyən daha çox, ən ağır işlər görən miqrantlardır. Amma yenə də neynəsə də ruslar bu məsələ var. Müharibədə döyüşənlərlə daha çox bütün Rusiya bunu, Rus insanına hamısına bunu şamil etmək olmaz. Amma bir Rusiya cəmiyyətində bu var. Yəni belə bir baxış var və onlarla uyğun olan qanunlar sərtləşdirəndə bir növ həm də cəmiyyətə, Rusiya cəmiyyətinə biraz belə deyək ki, biraz belə xoş mesaj vermiş kimi görünür. Amma həm də belə bir məsələ də var ki, əgər Rusiya vətəndaşıdırsa, bunu da demək lazım, Rus tərəfdən də bunu demək lazımdır ki, əgər sən Rusiyada yaşayırsansa, vətəndaşısansa, əgər sənin də digərləri kimi hərbi çağırışa gəlibsə, necə ki, sən orada başqa vaxt mən vətəndaşıyam, amma həmin anda vətəndaş olaraq sənlə bərabər hüquqlu digər Rusma gedirsə, vətəndaş kimi sənin də birbaş hüququndur. O mənada onu da demək lazımdır. Dövlətin qanunları var, ona riayət olunmalıdır. Onda artıq mən başqa millətəm deyib məsələ qaldırırsansa, təbii ki, bu xoş gələn hal deyil. Vətəndaş olaraq vətəndaşa şamil olunan bütün hüquqlardan istifadə etmək istəyirsənsə, bu məsələlərində vəzifələrin də var, onlardan istifadə olunmalıdır. Amma ümumi olaraq miqrantlara qarşı qanunların sərtləşməsi zaman baş verir və bunun bir vaxt kökündə qeyd etdiyim məsələlər durur. Mən təşəkkür edirəm. Biz bu üstədə bugün çox danışdıq. Böyük dövlətdir və həqiqətən də Azərbaycanla olan məsələlərdə arada enmə, qalxma, siyasətdə narazılıqlar baş versə də ümumi götürsək, iki ölkə prezidentləri, cənab prezident İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında münasibətlər çox normaldır və biz hətta ən gərgin anlarda onların görüşlərində pozitiv məsələləri görmüşük. Hətta Vladimir Putin daha çox
Azərbaycan prezidentinə məlumatları verib, baş verən hadisələrlə bağlı, təyyarə qəzası ilə bağlı məsələləri biz görmüşük ki, kifayət qədər adekvat münasibət sərgiləyib və Rusiya Baş nazirinin müavini Kifayət Azərbaycan gəlib gedib və iki ölkə arasında komissiya işləyir və ticarət dövriyyəsində artırmaq maraqlı tərəflərimiz var. Biz təşkil edirəm ki, heç vaxt Rusiya və digər dövlətlərlə hər hansı bir konfliktin olmasının tərəfdarı deyilik. Yəni, rəsmi Bakı həmişə belə məsələlərdən kənardadır. Yəni, biz konflikt tərəfdarı olmamışıq və heç vaxt onu iddia edən tərəf olmamışıq. Biz bu mənada bərabər hüquqlu siyasətin tərəfdarıyıq. Amma belə şey baş verəndə Rusiyanın da bunu görmüşsünüz, Fransanın da görmüşsünüz, Birləşmiş Ştatların qabaqçı Biden hakimiyyəti vaxtında görmüşsünüz Azərbaycan mövqeyi, mən saydığım dövlətə böyük dövlətlərdir. Lazım İranla görmüşsünüz. İranı indi də biz başa düşmürük. Təbii ki, orada Azərbaycan mövqeyini də hamı görüb. Azərbaycanın mövqeyi kəskin, qəti, milli maraqlara söykənən və cənab prezidentin dili ilə, cənab prezidentin simasında məsələlərə elə açıq, aydın, konkret mövqeyi ortaya qoyulub ki, hətta dünya heyrətə gəlib. Yəni, bugün Azərbaycan ola bilər ki, sayar ki, ərazi, əhali balacadır. Hal-hazırda dünyada balaca böyük dövlətləri yox, mahiyyətcə böyük dövlətlər var. Ərazi artıq məsələləri hal-hazırda trenddə deyil. Və Azərbaycan mahiyyətcə böyük dövlətlərdən biridir ki, dünya siyasətinə kifayət qədər Azərbaycan təsir göstərən olan prezidenti həmin liderlər sırasında, qlobal liderlər sırasında ön cərgələrdədir, hörmətə, nüfuza malik. Bu da təbii ki, təşəkkür edirəm ki, hər birimizi də sevindirir və qürurlandırır. Vüqar bəy, istəyərdik İrandan bəhs etmişkən, İran mövzusuna biz diqqət çəkək. ASTV-ni düşmən media siyasına salıb nə etməyə çalışır? Yəni, niyə görə belə eləyir? Biz başa düşə bilmirik. Nə istəyir İran? Mən media agentliyi ilə bundan bağlı bəyanatını tam dəstəkləyirəm. Yəni, o çox yaxşı ki, təəccüblü məsələdir. Ən əvvəla İran yaxşı olar ki, özünün bir zəhər kanalı var. Mən ona səhər deyirəm, zəhər deyirəm. Bu iki kanal əsasən də bu səhər, gül kimi səhər sözünü zəhərliyib qoyublar. Adam səhər sözünü artıq bununla assosiasiya edir, zəhər eləyiblər. Bu mənada biz bunu illərlə deyirik və oradan hədyanları yağdırmasını görürük. Yəni, hətta Cənubi Azərbaycandan reportaj çəkib ürəkləşən formadan, kontekstdən çıxardıq. 44 günlük vətən müharibəsində nə qədər dezinformasiyalar yayılır. Biz onu görürük. Yəni, biz birini deyib ikisini deməmişik. Amma Azərbaycan Dövlət Televiziyasını İran Təhlükəsizlik Nazirliyi tərəfindən belə deyək, qəbul edilməyən televiziyaların sırasında çəkilməsi çox absurddur. Ən əvvəla dövlət televiziyamız dövlət siyasətində daha çox işıqlandıran bir tərəfdir və hansı faktlar var ki, AzTV, tutaq ki, indiyə qədər İranla bağlı hər hansı bir doğru informasiya olmayan, hər hansı bir düşmən mövqeyidə olan və yaxud da ki, qeyri-obyektiv bir məlumat mı verib, süjet mi verib? Əgər AzTV-nin efirlərindən belə məlumatlar verilibsə İranla bağlı, onlar İran xalqı əmin ola bilər ki, o İranın hakimiyyətinin, o vaxt ki, tutaq ki, İranın hərbi qüvvələri tərəfindən Azərbaycana və ya parlament tərəfindən, deputatlar tərəfindən elə hədyanlar yağdırılıb ki, elə şərlər atılıb ki, o dövrdə Azərbaycan bütün televiziyaları, o cümlədən AzTV də o mənada reaksiyasını verib, Azərbaycan xalqının mövqeyini bildirib. Televiziya işi də budur. Yəni, nə vaxt olub ki, İran əleyhinə AzTV və ya televiziyalarımıza hansı süjetlər veriblər. Azərbaycan tərəfi televiziyalarımızda, qəzetlərimizdə, saytlarımızda həmişə bu mənada İranın işıqlandırıblar obyektiv şəkildə və hətta Azərbaycanın maddi dəstəyinin işıqlandırılması bu mənada bir nömrə İrandan qabağa da Azərbaycan televiziyaları, AzTV başda olmaqla bu xəbərləri tirajlayıb